İkinci qrup ümumi sınaq 14. Birinci sual. A və B natural ədədlərinin rəqəmləri cəmi uyğun olaraq 236 və 145-dir. A üstü 4, B üstü 47 ədədinin 9-a bölünməsindən alınan qalığı tapın. Birinci sualda A ədədinin rəqəmlərinin cəmi 236-dırsa, onda A ədədinin 9-a bölünməsindən alınan qalıq 236-nın 9-a bölünməsindən alınan qalığa bərabərdir. 236-nın 9-a bölünməsindən alınan qalıq 2-yə bərabərdir. Ona görə də A ədədinin 9-a bölünməsindən alınan qalıq 2-dir. B ədədinin 9-a bölünməsindən alınan qalıq 145 ədədinin 9-a bölünməsindən alınan qalığa bərabərdir. Bu da 1-ə bərabərdir. Onda A üstü 4, B üstü 47 ədədinin 9-a bölünməsindən alınan qalıq 2 üstü 4, 1 üstü 47 ədədinin 9-a bölünməsindən alınan qalığa, yəni 2 üstü 4 16-dır. 16-nın 9-a bölünməsindən alınan qalığa bərabərdir. 16-nın 9-a bölünməsindən alınan qalıq isə 7-yə bərabərdir. Ona görə də birinci sualda düzgün cavab olacaq C variantı. İkinci sual. Tənliyinin x1 və x2 kökləri üçün x1 kub üstünə gəl, x1 vur x2 bərabərdir 45 olarsa p-ni tapın. Viet teoreminə görə x1 vurulsun x2 hasili 18-ə bərabərdir. Onda x1 kub üstünə gəl 18 bərabərdir 45. x1-in kubu bərabərdir 45-dən 18 çıxsaq qalacaq deməli 27. x1-i tapsaq 3. P-ni tapmalıyıq. x1 3-dür. Köklərin hasili 18 olduğuna görə x2 də 6 olmalıdır ki, köklərin hasili 18 eləsin. Onda köklərinin cəmi Viet teoreminə görə x1 və x2-nin cəmi p çıxılsın 5-dir. Bu da bərabərdir 9-a. Buradan da çıxır ki, p bərabərdir 14-ə. Düzgün cavab A variantı 2-də. 3-də ifadəsinin bərabərliyi verilib daha doğrusu. N çıxılsın, N fərqini tapın. Üçüncüdə yuxarıdakı ifadəni kompleks vurğulara ayırsaq 3x üstünə gəl 7i 3x çıx 7i bölünsün məxrəcdə 3x çıxılsın 7i-yə 3x çıx 7i-lər ixtisar olunsa qalacaq 3x üstünə gəl 7i və şərtə görə bu bərabərdir. M üstə gəl 1x üstünə gəl n çıxılsın 4i-yə. Onda kompleks ədədlərin bərabərliyi şərtinə görə m üstə gəl 1 3-ə n çıxılsın 4 7-yə bərabər olmalıdır. M bərabərdir 2, n bərabərdir 11 olacaq. M çıxılsın n fərqini tapın. Daha doğrusu n çıxılsın n fərqini tapın. 11 çıxılsın 2 bərabərdir 9. C variantı. Dördüncü sual. Funksiyasının qrafikinin təpə nöqtəsi T ordinat oxu ilə kəsişmə nöqtəsi A olarsa OTA üçbucağının sahəsini tapın. Şəkli koordinat sistemində təsvir edək. Bu parabolanın təpə nöqtəsinin koordinatlarını tapaq əvvəlcə. X kvadrat çıxılsın 4x üstünə gəlinsin 4 və çıxılsın 36.
Bu da bərabərdir. X çıxılsın 2'nin kvadratı çıxılsın 36. Deməli, bu funksiyanın təpə nöqtəsinin koordinatları 2, 30, mənfi 36'dır. Bunu T kimi işarə edək. Və y-oxun kəsdiyi nöqtə. Y-oxun kəsdiyi nöqtə isə A olarsa, y-oxun kəsdiyi nöqtə A-dırsa, bu funksiya y-oxun kəsir 0, mənfi 32 nöqtəsində. Təxmini qeyd edək. Mənfi 32 0 nöqtəsi bura olsun. Daha sonra 2 mənfi 36 nöqtəsi bu yerləşmədir deyə bunu təzədən koordinat sistemini təzədən çəkib qeyd edirəm aşağıda. Y-oxun kəsdiyi nöqtə mənfi 32 0, 0 mənfi 32. Təpə nöqtəsinin koordinatları 2 mənfi 36, 2 mənfi 36. Tutaq ki, bura 2 mənfi 36 nöqtəsidir T. 2 mənfi 36, mənfi 36 bura, 2 isə buradır. Və koordinat başlanğıcı 0. Bu üçbucaqdan söhbət gedir. Bu üçbucağın sahəsini tapmaq üçün OA tərəfinin uzunluğu bərabərdir 0 çıxılsın 32, 0 çıxılsın mənfi 32, 32'yə. Sonra bu tərəfə çəkilmiş hündürlük isə bərabərdir. Bura bir K nöqtəsidir, OK məsafəsidir. Bu da 2'yə bərabərdir. Onda bu üçbucağın sahəsi S bərabərdir 32 vurulsun 2 bölünsün 2. Yəni 32 olacaq. Düzgün cavab variantı A olacaq. 5-ci sual. Bərabərsizliyinin natural həllərinin cəmini tapın. X kubu çıx 30x kvadrat üstünə gəl 4x çıxılsın 120 kiçikdir 0. Birinci, ikinci ifadədən x kvadratı çıxarsaq x çıxılsın 30. Üçüncü, dördüncüdən 4'ü çıxarsaq x çıxılsın 30 kiçikdir 0. Beləliklə x kvadrat üstə gəl 4 vurulsun x çıxılsın 30 kiçikdir 0 alarıq. X kvadrat üstə gəl 4 ifadəsinin qiyməti həmişə müsbət olduğuna görə x çıxılsın 30 kiçikdir 0 olmalıdır ki, bu bərabərsizlik doğru olsun. Buradan alırıq ki, x kiçikdir 30 və bərabərsizliyin natural həllərinin cəmini soruşur. 1-dən 29'a kimi natural ədədlərin cəmini tapmalıyıq. S 29 bərabərdir. Birincisi 1, axırıncısı 29 və sayı da 29 dənədir. Bunu hesablasaq 30 bölünsün 2 vurulsun 29 bərabərdir 15 vurulsun 29. 435 olacaq. 5-ci sualda cavab Y variantı. 6-cı sual. 8 üstə gəl sinus kvadrat x bölünsün 3 çıxılsın kosinus x. İfadəsinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Sinus kvadratın əvəzinə 1 çıxılsın kosinus kvadrat yazaq. Yuxarıda alınan ifadə 9 çıx kosinus kvadrat x-də 10 vuruqlara ayıraq 3 çıx kosinus x. 3 üstə gəl kosinus x bölünsün 3 çıxılsın kosinus x. 3 çıxılsın kosinus x həmişə müsbət ifadədir, sıfıra çevrilmir. Çünki kosinus x mənfi 1 aralığında yerləşdiyinə görə bu ifadə həmişə müsbət qiymət alar. 3 üstə gəl kosinus x funksiyasının ala biləcəyi tam qiymətlərin cəmini tapın. Kosinus x mənfi 1 aralığında yerləşir. Hər tərəfi 3 əlavə eləsək
3 üstəgəl kosinus x ifadəsinin qiyməti 2 və 4 aralığında yerləşəcək. Ala biləcək tam qiymətlərin cəmini tapın. 2, 3 və 4-ün cəmi 9-a bərabərdir. B variantı. 7-ci sual. Bu ifadədə tangens 2x və tənlikdə daha doğrusu tangens 2x və kotangens 2x-in cəminin kvadratı və fərqinin kvadratlarını toplayıb 4-ə bərabər götürüblər. Müxtəsər düsturlarından alınan nəticəyə görə A üstəgəl B-nin kvadratından A çıxılsın B-nin kvadratın çıxdıqda alınır. 2 vurulsun A kvadrat, yəni burada A tangens 2x-ə, B isə kotangens 2x uyğundur. Kotangens kvadrat 2x bərabərdir 4 olur. Buradan tangens kvadrat 2x üstəgəl kotangens kvadrat 2x bərabərdir 2 alırıq. Əvəzləmə aparsaq tangens kvadrat 2x-i bir t kimi işarə etsək, alarıq t kvadrat üstünə gəl 1 böl t kvadrat bərabərdir 2. Daha doğrusu t üstəgəl 1 bölünsün t bərabərdir 2. Vurub atsaq, sadələşdirsək t kvadrat çıxılsın 2t üstünə gəlinsin 1 bərabərdir 0. Bu da tam kvadratdır. T çıxılsın 1-in tam kvadratıdır. Buradan t-ni 1-ə bərabər alırıq. T əgər 1-ə bərabərdirsə, onda tangens kvadrat 2x bərabər 1 deməkdir. Dərəcə azaltma düsturuna görə 1 çıxılsın kosinus 4x bölünsün 1 üstünə gəl kosinus 4x bərabərdir 1. Buradan alırıq ki, kosinus 4x bərabərdir 0. Kosinus 4x 0-dırsa, onda 4x bərabərdir pi bölünsün 2 üstünə gəlinsin pi k. Hər tərəfi k tam ədəddir. Hər tərəfi 4-ə bölsək, pi bölünsün 8 üstünə gəlinsin pi k bölünsün 4 alarıq. Bu da tangensin və kotangensin məxrəcin sıfıra çevirmir. Buna diqqət yetirmək lazımdır. Bəzən məxrəc sıfıra çevrilə bilər. Ümumi köklərdən həmin məxrəci sıfıra çevirən kökləri çıxarmaq lazımdır. Pi bölünsün 8 üstünə gəlinsin pi k bölünsün 4. Bunlar heç biri tangensin məxrəcin və yaxud kotangensin məxrəcin sıfıra çevirməyəcək. Ona görə də düzgün cavab variantı olacaq. Deməli, A variantı 7-ci sualda. 8-ci sual. X üstəgəl 8 ədədinin x üstəgəl 3%, x üstəgəl 3 bölünsün 100, 0,5 olarsa, bərabərdir 2-də 1 olarsa, x-i tapın. Buradan x üstəgəl 8 vurulsun x üstəgəl 3 bərabərdir 50 olur. Deməli, x kvadrat üstəgəl 11, x üstəgəlinsin 24 çıxılsın 50 bərabərdir 0. X kvadrat üstünə gəlinsin 11x çıxılsın 26 bərabərdir 0-dır. Cəmi köklərin cəmi mənfi 11, köklərin hasili mənfi 26-dırsa, deməli köklərdən biri mənfi 13, digər kökü isə 2 olacaq. İndi burada müsbət ədədlər olduğuna görə x 2 olmalıdır. Düzgün cavab D variantı olar. 9-cu sual. A kvadrat çıxılsın 5a üstəgəl 1 bərabərdir 0 olarsa, a kvadrat üstəgəl 1 bölü a kvadratı tapın. Onda bu bərabərliyin hər iki tərəfin a-ya bölə bilərik. Çünki a 0 olduqda bu bərabərlik doğru deyil. A 0-dan fərqlidirsə bölə bilərik. 5-i digər tərəfə keçirsək və yaxud hər iki tərəfə 5 əlavə etsək və hər iki tərəfi kvadrata yüksəltsək müxtəsər düsturuna görə
Alarıq 25. Onda a kvadrat üstünə gəl. 1 bölü a kvadrat 23-ə bərabərdir. 9-cu sualda düzgün cavab D variantı. 10-cu sual. 3 üstü x çıxılsın 5-in modulu 22-dən kiçikdir. Onda 3 üstü x çıxılsın 5 mənfi 22 və müsbət 22 arasında yerləşir. Hər tərəfə 5 əlavə eləsək, alarıq ki, 3 üstü x mənfi 17 və müsbət 27 arasında yerləşir. 3 üstü x böyükdür mənfi 17 bərabərsizliyi x-in bütün qiymətlərində ödənir. Qalır 3 üstü x kiçikdir 27 bərabərsizliyin həll etmək. 3 üstü x kiçikdir 27-dirsə, onda x kiçikdir 3-dən. X 3-dən kiçik qiymətlər almalıdır. Bu da mənfi sonsuzluğu 3, yəni C variantında verilib. 11-ci sual. Bir zər ardıcıl olaraq 3 dəfə atılır. Birinci dəfə tək, ikinci dəfə mürəkkəb, üçüncü dəfə 2 və ya 5 ədədin düşməsi hadisəsinin ehtimalını tapın. Birinci dəfə ümumi mümkün halları yazaq. 1, 2, 3, 4, 5 və 6. Bir zər ardıcıl olaraq 3 dəfə atılır. Birinci dəfə tək ədədin. Tək ədəd 1, 3 və 5-dir. Bunun düşmə ehtimalı 6-da 3-dür. İkinci dəfə mürəkkəb ədəd. Mürəkkəb ədəd 6 mümkün haldan mürəkkəb ədədlər 4 və 6-dır. Bu da 6-da 2-dir. Daha sonra üçüncü dəfə 2 və ya 5. 2 və ya 5-in düşməsi üçün 2 əlverişli hal var. Bu da 6-da 2-dir. Bunların hasilini tapsaq, eləyəcək 18-də 1 D variantı. 12-ci sual. Limitdir. Limitə daxil olan kəsirin surət və məxrəcini surətin qoşmasına vursaq və sadələşdirsək, surətin qoşmasına vurdum və sadələşdirdim. Aldıq ki, x 3-ə yaxınlaşanda surətdəki ifadə x çıxılsın 3, məxrəcdəki ifadə x çıxılsın 3 vurulsun. Kök altında x üstə gəl 22, üstünə gəl 5. İxtisar aparsaq və x dəyişəninin yerinə 3 yazsaq, alarıq 1 bölünsün 10. Yəni 0,1. Düzgün cavab A variantı. 13-cü sual. Fx bərabərdir kök altında x funksiyasının grafikini apsisi x0 bərabərdir 9 nöqtəsində çəkilmiş. Toxunanın apsis oxunu hansı nöqtədə kəsir? Əvvəlcə bu funksiyanın grafikinə çəkilmiş toxunanın tənliyini yazaq. Buna görə funksiyanın törəməsini almalıyıq. Bərabərdir 1 bölünsün 2 kök altında x-dir. Toxunanın tənliyini yaza bilərik artıq. Y bərabər f'(x0), yəni funksiyanın törəməsində 9-u yerinə yazsaq eləyəcək 6-da 1 vurulsun. X çıx x0, yəni 9 üstünə gəl. Fx0, yəni funksiyada 9-u yerinə yazsaq 3. Sadələşdirək. 6-da 1x çıxılsın. 6-da 1x çıxılsın 2-də 3. Üstünə gəlsin 3. Bu da bərabərdir 6-da 1x üstünə gəlinsin 2-də 3. Apsis oxunu hansı nöqtədə kəsər soruşulduğuna görə y-i 0-a bərabər eləməliyik. 2-də 3 bərabərdir 0. 6-da 1x bərabər mənfi 2-də 3. X bərabərdir mənfi 9.
X -9-dur. Deməli, -9 sıfır nöqtəsində absis oxun kəsir. Düzgün cavab A variantı. 14-cü sual. Burada fərqin inteqralı verilib. Fərqin inteqralı inteqrallar fərqinə bərabərdir. Onda yaza bilərik. Məxrəcdə x çıxılsın 5, surətdə x kvadrat çıxılsın 8x çıxılsın 2x üstünə gəl 25. dx bərabərdir. Surətdəki ifadəni sadələşdirək. X kvadrat çıxılsın 10x üstünə gəl 25 bölünsün x çıxılsın 5 dx bərabərdir. X çıxılsın 5-in kvadratı bölünsün x çıxılsın 5 dx. Bu da bərabərdir. İntegral x çıxılsın 5 dx. Bu da bərabərdir. X kvadrat bölünsün 2 çıxılsın 5x üstünə gəlsin s. Yəni C variantı 15. 758-dən kiçik bütün natural ədədlərdən 3-ə bölünənlər A çoxluğunu, 5-ə bölünənlər B çoxluğunu əmələ gətirir. N A kəsişir B-ni tapın 15-də. 758-dən kiçik bütün natural ədədlərdən 3-ə bölünənlər A çoxluğunu əmələ gətirir. Deməli, NA bərabərdir. NA kəsişir B-ni birbaşa hesablaya bilərik. NA kəsişir B o deməkdir ki, 758-dən kiçik həm 3-ə, həm 5-ə bölünən natural ədədlər çoxluğunun elementlərinin sayını tapmalıyıq. Bu da 758-in 15-ə bölünməsindən alınan ədədin tam hissəsinə bərabərdir. 758-i 15-ə bölsək, 50 dəfə bölünür, qalır 8 qalır. Ona görə də 15-də cavab olacaq Y variantı. 16-cı sual. A bərabərdir kök altında 11 üstünə gəlsin 4 kök altında 7 və ikinci kökdə isə onun fərqi verilib. 11-in 4 kökdə 7-dən fərqi. Burada 4-ü 2 vur 2 kimi yazıb ikilərdən birin kökün altına salsaq alarıq. 11 üstə gəl 2 kökdə 28. Eyni şeyi ikinciyə də tətbiq eləsək belə alarıq. Daha sonra burada cəmi 11 hasili 28 olan 2 natural ədəd axtarırıq. Cəmi 11 hasili 28, 4 və 7-dir. Deməli, bu ifadə kök altında 7 üstünə gəl kök altında 4-ün kvadratının açılışıdır. Digəri isə kök altında 7 çıxılsın kök altında 4-ün kvadratının açılışıdır. Bunlardan kök alıb ifadəni sadələşdirək. Kök altında 4, 2 deməkdir. Kökdə 7 çıx, kökdə 4-dən də kök çıxır. Kökdə 7 çıxılsın 2. 2-lər islah olunur. Qalır 2 kök altında 7. 2 kök altında 7 bərabərdir. Kök altında 28 və bunun tam hissəsi soruşulur. Tam hissəsi 5-ə bərabərdir. 16-da cavab A variantı. 17-ci sualda çoxədlinin standart şəkli yazılışında sərbəst həddi 16, əmsallar cəmi 4 olarsa A vur B hasilini tapın. Çoxədlinin sərbəst həddini tapanda dəyişənin yerinə 0 yazmaq lazımdır. Dəyişənin yerinə 0 yazsaq, alarıq ki, birinci mötərizənin içində olacaq 2B, ikinci mötərizənin içində olacaq 2. Bu hasil 16-ya bərabərdir şərtə görə. Buradan dərhal B-ni tapsaq, bərabərdir 4 olacaq. Digər tərəfdən əmsalları cəmi 4-ə bərabər. Əmsalların cəmini tapanda isə dəyişənlərin yerinə 1 yazmaq lazımdır. Dəyişənlərin yerinə 1 yazsaq, 1 çıx 7 üstə gəl 2 bərabərdir 4-dür şərtə görə. Və B-nin 4 olduğunu da nəzərə alaq. B-nin əvəzinə burada 4 yazsaq 8, bu da 1, 9. 9 çıxılsın 5A vurulsun. 1 çıx 7
üstünə 2 gəlsə eləyəcək -4 bərabərdir 4. Buradan alırıq 9 çıxılsın 5A -1-ə. 5A 10-a, A 2-yə bərabərdir. AB hasili soruşulur. AB hasili bərabərdir 2 dəfə 4, bu da bərabərdir 8-ə. Düzgün cavab B variantı. 18-ci sual. Oturacağının sahəsi 40 olan SABSDY düzgün beşbucaqlı piramidasında SO9 SABSO piramidasının həcmini tapın. Piramidanın həcmini tapmaq üçün oturacağının sahəsinin hündürlüyünə vurmaq lazımdır. Oturacağın ümumi piramidanın oturacağının sahəsi 40-dırsa və düzgün beşbucaqlıdırsa, düzgün beşbucaqlı mərkəzdən 5 dənə eyni sahəli üçbucağa ayrılır. Və 40-ı biz 5-ə bölsək hərəsinə 8 düşür. Deməli, ştrixlənmiş hissənin sahəsi 16 olacaq. Onda verilmiş soruşulan piramida SABSO piramidasının həcmi V bərabərdir. SABSO bərabərdir. Oturacağın sahəsinin 1/3 hissəsi, yəni 1/3 vurulsun 16 vurulsun hündürlük. Hündürlük isə 9-dur. 9 3-ə 3 dəfə, 3 dəfə 16, 48. Düzgün cavab A variantı olacaq. 19-cu sual. 19-cu sualda nöqtəsinin apsis oxuna nəzərən simmetrik çevrilməsindən B nöqtəsi alınır. Onda B nöqtəsinin koordinatı apsis oxuna nəzərən simmetriyada apsis qalır. Ordinat əksinə dəyişdiyinə görə onda A nöqtəsi elə özünə çevriləcək. A nöqtəsi ilə B nöqtəsi eyni oldu. Daha sonra B nöqtəsi y bərabər x düz xəttinə nəzərən simmetrik çevrilməsindən C nöqtəsi alınmışdır. Y bərabər x-ə görə çevrilməsindən C nöqtəsi alınırsa, onda C nöqtəsinin koordinatı -0, -5/2 olmalıdır. BC parçasının uzunluğunu tapın. Onda iki nöqtə arasındakı məsafə düsturuna görə 5 0 çıxılsın -5/2-nin kvadratı eləyəcək 50. Üstünə gəlinsin -5/2 çıx 0-ın kvadratı, o da 50 eləyir. 50 üstə 50 100, 100-dən kök çıxır 10. Cavab olacaq C variantı. 20. İki tərəfi kökdə 7 və 3 olan üçbucağın sahəsi ən böyük olanının xarici cəmi çevrənin mərkəzindən üçbucağın təpələrinə qədər olan məsafələrin cəmini tapın. İki tərəfi kökdə 7, 3 olan üçbucağın sahəsinin ən böyük olması üçün bu tərəflər arasındakı bucağın sinusunun ən böyük olması lazımdır. Bu da 90 dərəcə olduğu mümkündür. Onda üçbucağın xaricinə cəmlik çevrənin mərkəzi. Bunun hipotenuzunu tapaq. Hipotenuzun uzunluğu C kvadrat bərabər 7 üstünə gəl 9. Deməli C kvadrat 16-dır. C isə 4-ə bərabərdir. C 4-ə bərabərdir. Xaricə cəmlik çevrənin mərkəzindən üçbucağın təpələrinə qədər olan məsafə. Xaricə cəmlik çevrənin mərkəzi hipotenuzun mərkəzidir. Və hipotenuzun mərkəzindən təpələrə qədər olan məsafə də xaricə çəkilmiş çevrənin radiusudur. Və bu da 2-yə bərabərdir. Və bu məsafələrin cəmi 2, 2, 2, 3 vurulsun 2 bərabərdir 6. C variantı olacaq. 21-ci sual. Yan tərəfi 10, oturacağı 16 olan bərabər yanlı üçbucaqdır. Yan tərəfi 10, oturacağı 16 olan bərabər yanlı üçbucaqdır. Bunu biraz belə çəkək. Yan tərəfi 10, oturacağı 16-dır. Onda 8, 8, hündürlüyü 6 eləyəcək. Hündürlüyü ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Hündürlüyü ətrafında fırlanırsa əgər alınacaq konusun həcmi V bərabərdir 3/1
Pi-ni şərtə görə 3 götürməliyik. Radiusun kvadratı 8-in kvadratı vurulsun h. H-ı da 6 götürməliyik. İxtisarları aparsaq eləyəcək 64 vurulsun 6. 64'ü 6'ya vursaq eləyəcək 384. Cavab olacaq A variantı. 22. Vektorların skalerasını tapın. Onda A vurulsun B bərabərdir. Skalerası ilə görə yaza bilərik. Sinus 23, kosinus 36, kosinus 67 üstünə gəl. Kosinus 23, sinus 67. Bu isə bərabərdir. Bu açılışdır. Sinus 23 üstünə gəl 67'nin açılışıdır. Yəni sinus 90 eləyir. Sinus 90'da da 1'ə bərabərdir. Düzgün cavab Y variantında verilib. 23-cü sual. Perimetri 20 kök altında olan ABCD kvadratında. Əgər kvadratın perimetri 20 kökdə 6'dırsa, onda onun tərəfinin uzunluğu eləyəcək 5 kök altında 6. 5 kök altında 6. Daha sonra bu bucaqların hər biri 15 dərəcədir. 15, 15. AN parçasının uzunluğunu tapın. AN parçasının uzunluğu. Onda AC diaqonalını çəksək, AC diaqonalının uzunluğu tərəfdən kök altında 2 dəfə böyükdür. Yəni AC bərabər olacaq. Burada yazaq. AC bərabər olacaq. AC bərabər olacaq. 5 kök altında 6'nın kök altında 2'yə hasılı. Bu da bərabər 5 kök altında 12. Bu da bərabərdir 10 kök altında 3'ə. Deməli, diaqonal 10 kök altında 3'dür. Digər tərəfdən burada diaqonal, kvadratın diaqonalı onun bucağının tənbüləni olduğuna görə burada alınan bucaqların hər biri 30 dərəcə olar. Onda mərkəzi bucağı yox, daha doğrusu AMC bucağı bərabər olacaq 120 dərəcəyə. Beləliklə bucaqları 30, 120, 30 olan bir üçbucaq alırıq. Bu üçbucaqda da məlum xassəyə görə 30 dərəcə qarşısındakı tərəf 120 dərəcə qarşısındakı tərəfdən kök altında 3 dəfə kiçik olur. Ona görə də AM və MC bərabər olurlar. AM bərabərdir, MC bərabərdir 10 bölü kökdə 3'ün nisbətinə, yəni 10'a. 23-cü sualda düzgün cavab 10 olacaq. 24-cü sual. 24-cü sualda bu loqaritmaları bir əsasdan başqa əsasa keçmə düsturundan alınan nəticədən istifadə etməklə yazmaq olar ki, məsələn, bu ifadə bərabərdir loqaritm m əsasdan 2. İkincisi loqaritm m əsasdan 3 və s. Loqaritm m əsasdan 4. Loqaritm m əsasdan 17 bərabərdir loqaritm 8 əsasdan 4'dən çıxılsın 3 faktorialın kubuna. Sol tərəfdəki bərabərliyin sol tərəfindəki ifadə bərabərdir loqaritm m əsasdan 2 vur, 3 vur, 4 vur və s. vur 17 bərabərdir. Burada sağ tərəfdəki ifadədə 8'in əvəzinə 2'nin kubu yazsaq və qüvvətin loqaritmasından alınan nəticədən istifadə etsək, alarıq loqaritm 2 əsasdan 4'dən çıxılsın 3 faktorial. Buradan loqaritm m əsasdan 17 faktorial alırıq. Bu da bərabər loqaritm 2 əsasdan m çıxılsın 3 faktoriala. Şərtə görə bərabərliyin eyniliyə çevirən m və n ədədlərinin cəmini tapılması tələb olunur.
Onda bunun eyniliği olması üçün n bərabərdir 2 olmalıdır. M çıxılsın 3 isə 17 olmalıdır. Yəni M 20 olmalıdır. N 20 olmalıdır. Daha doğrusu bu 4n'dir. Burada mən M yazmışam. 4n 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 bərabər 20 olur. N bərabər 20-ni 4-ə böləndə 5. M2 N5'dir. Bunların cəmi isə M üstəgəl N bərabər 7. 24'də düzgün cavab 7 olacaq. 25. Ədədi isə ilk n həddinin ədədi ortası, ilk n həddinin ədədi ortası, yəni Sn bölünsün n deməkdir də. Bərabərdir n üstəgəl 5'ə. Buradan tənasübdən Sn bərabərdir n vurulsun n üstəgəl 5 alınır. Olarsa 7, 8, 9-cu hədlərin cəmini tapmaq tələb olunur. 7-ci və 9-cu hədlərin cəmi ədədi silsilənin xassəsinə görə bilirik ki, 7-ci və 9-cu hədlərin ədədi ortası bərabərdir 8-ci həddisə, onda A7, A8 və A9-un cəmini tapmaq 3A8-i tapmaq deməkdir. Demək, A8-i tapıb 3'ə vurarıq. A8-i tapmaq üçün bu düsturda bilirik ki, A n bərabərdir Sn çıx, Sn çıxılsın 1. Yəni A8 bərabərdir S8 çıxılsın S7 bərabərdir. S8-i hesablasaq verilmiş bu şərtdən aldığımız nəticədə, daha doğrusu n-in yerinə 8 yazsaq 8 dəfə 13, 8 vur 13 çıxılsın 7 vurulsun 12, 7 vurulsun 12. Hesablayaq. 104 çıxılsın 84. Bu da bərabərdir 20 olacaq. 8 də bərabərdir 60 olacaq cavab. 26-cı sual. 60 dərəcəli ikiyüzlü bucağın daxilində götürülmüş M nöqtəsindən üzləri endirilmiş perpendikulyarların oturacaqları arasındakı məsafə 8 kök altında 3'dür. Bu perpendikulyarların uzunluqları kongruent olarsa M nöqtəsindən ikiyüzlü bucağın tilinə qədər olan məsafəni tapın. 60 dərəcəli bir ikiyüzlü bucaqdır. 60 dərəcədə ikiyüzlü bucağın qiyməti, daxilində bir M nöqtəsi götürülüb və M nöqtəsindən üzləri endirilmiş perpendikulyarların oturacaqları arasındakı məsafə 8 kök altında 3'dür. Bura 90'dır, bura 90'dır. Bunları AB deyək. A və B arasındakı məsafə 8 kök altında 3'dür. Bu perpendikulyarların uzunluqları kongruentdir və bərabərdir. Onda burada bir S desək, SAMB fiqurunu qıraqda bir təsvir eləsək, bu bucaqlar 90, 8 kök altında 3 və bunlar bərabərdirsə, burada 60'dır. Fiqur onda deltoid olacaq. Deltoid olacaq. Çünki bura 8 kökdə 3 ise bunlarda 8 kök altında 3 olur. Və bura 60 dərəcədirsə daxili bucaqların cəminin 360 olması üçün M bucağı 120 dərəcə olmalıdır. 120 bunlara isə 30, 30 düşür. 120, 30, 30 bucaqları olan 3 bucaqda kiçik tərəf bayaqda bir tapşırıqda tətbiq elədik.
Deməli, kiçik tərəf 120-nin qarşısındakı tərəfdən kök altında 3 dəfə kiçik olur, yəni 8 olur. M nöqtəsindən ikiyüzlü bucağın tilinə qədər olan məsafəni tapın. Yəni, bu deltoidin böyük diaqonalını tapmalıyıq. Böyük diaqonalını tapsaq, yəni MC-ni tapsaq, MC bərabərdir AMC düzbucaqlı üçbucağın hipotenuzuna. AMC düzbucaqlı üçbucağı özü də 30, 60, 93 bucağıdır. Və onun hipotenuzu eləyəcək 16. Yəni MC 16 olar. 26-cı sualda cavab 16. 27-ci sual. Uyğunluğu müəyyən edin. A variantında cüt funksiyadır yazılıb. Burada cüt funksiya Y 3-cüyə uyğundur. Qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Ordinat oxuna nəzərən simmetrikdirsə, deməli bu cüt funksiya deməkdir. Cüt funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrik olur. Onda B variantı da gedir 3-ə. Tək funksiyadır. Tək funksiya 2-də verilib. C variantı 2-yə uyğundur. Nə tək, nə də cüt funksiyadır. Bu 1-ə uyğundur. Qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik. Bilirik ki, tək funksiyada bu mümkündür. Tək funksiya 2-yə uyğun olduğuna görə Y variantı da 2-yə uyğun olacaq. Beləliklə 27-də düzgün cavab D, C-Y, AB. İndi isə son 3 suala, situasiya tapşırıqlarına baxaq. 30% spirt məhlulu qırmızı rəngli, 40% spirt məhlulu isə mavi rəngli, hər biri tam dolu olan 5 litr həcmə malik bidonlara doldurulmuşdur. Bu bidonlardakı məhlulların hamısını qarışdırdıqda 36% 200 litr spirt məhlulu alınır. Deməli, 30% spirt məhlulu qırmızı və 40% spirt məhlulu isə mavi rəngli və hər biri 5 litr. Tutaq ki, 30% məhlulların töküldüyü bidonların sayı X olsun, 40%-lərin isə töküldüyü bidonların sayı Y olsun. Və hər biri 5 litr tutma malik olduğuna görə bunları qarışdırdıqda şərtə görə 36%-li 200 litr məhlul alınır. Birinci bidonlara, yəni qırmızı rəngli bidonlara 5X litr, mavi rəngli 5Y litr və ümumi 200 litr məhlul doldurmaq olur. Və alınan o 200 litr məhlulun 36%-i spirtdir. 200-ün 36%-i 72-yə bərabərdir. Birincinin 30%-i, yəni 0,3x, 5x-in 0,3-ü eləyir 1,5x. 5y-in 40%-i eləyir 2y. Bu sistemi həll eləsək, deməli, birinci tənliyin hər iki tərəfin 2,5-ə bölsək, 2,5-ə bölsək alarıq 2x üstəgəl 2y bərabər 80, 1,5x üstəgəl 2y bərabər 72, tərəf-tərəfə çıxsaq alarıq 0,5x bərabərdir 8, x bərabərdir 16. X 16-dır, y isə y bərabərdir. X 16-dırsa, onda y-i tapsaq eləyəcək, deməli 24. Y 24. Spirt məhlulunun hər birindən neçə litr götürülüb? 30%-li spirt məhlulundan götürülüb. Neçə litr götürülüb? 16 vurulsun 5.
16 vurulsun 5 bərabərdir 80 litr. 24 vurulsun 5 litr bərabərdir 40%-dən isə 120 litr götürülüb. 29-cu sualda isə qırmızı və mavi bidonların sayını tapın deyilir. Qırmızı və mavi bidonların sayını artıq biz tapmışıq. Qırmızı bidonların sayı 16, mavi bidonların sayı 24'dür. Yəni bu situasiyadan istifadə edib tapsaq, yenidən biz nə etməliyik? 80-i bölməliyik 16-ya bərabərdir 5, daha doğrusu 80-i bölməliyik 5-ə bərabərdir 16 və 24-ü bölməliyik 5-ə bərabərdir 20, 120-ni bölməliyik 5-ə daha doğrusu bərabərdir 24. 16 qırmızı və 24 mavi bidon olmalıdır. 30-cu sualda qarışdırılmamışdan əvvəl təsadüfi seçilmiş 2 bidondan birincidə 30%, digərində isə 40%, birində 30%, digərində 40% məhlulun olması hadisəsinin ehtimalını tapın. Deməli, biz 16 və 24, yəni 40 bidon arasından 2 bidon seçirik. Bu bidonlardan birində 30%, digərində 40% məhlul olması ehtimalı. Yəni kombinezon 16-dan 1-ə vur, kombinezon 24-dən 1-ə. Bunu da hesablayaq. 16 vur 24 bölünsün 40 vurulsun 39 bölünsün 2. Hesablama aparaq. 24 və 40-ı ixtisar aparsaq 4-ə 8-ə 5 dəfə 8-ə 3 dəfə daha sonra 3 ilə 39-u ixtisar aparsaq 13, 13 vur 5 65-də 32 olacaq. Deməli 30-cu sualda cavab 65-də 32.